Salam dostlar, xoş gördük. Bugün sizlərə heyvanın çəkisini metre ilə necə təyin etmək olar, bu mövzuda bir video hazırlamışam. Çünki gözlə baxıb çəkini demək çox vaxt aldadır. Amma metre ilə ölçəndə isə heyvanın real çəkisinə daha yaxın nəticə alırıq. İki heyvanda istəyirəm metre ilə təyin edeyim çəkini. Heyvanların biri bu ala heyvandır, arıq heyvandır. Diğeri isə köktür, yanındakı qara heyvandır. Çünki kök heyvanla arıq heyvanda eyni ölçü olanda, metre olanda yağlılıq faizi müxtəlif cür olur. Metre 33 santim. 1.30. Heyvanın ön ayaqlarının arxasından metrəni bir dəfə dövrə vurursunuz. Metre çox sıx olmamalıdır, amma boş da saxlanmamalıdır. Bu ölçü santimetrlərlə qeyd olunur. Sonra ise dostlar internetten araştırın. Google'da heyvan çəkisi tahmini cətvəli yazıb araştırın. Belə bir cədvəl ortaya çıxacaq. Burada görürsünüz ki kök çevrəsi üst tərəfdə baxın yazılıb və canlı ağırlıq. Normal bəslənmədən yazıb, bir də ki yüksək səviyyədə super bəslənmədən gedib. Mən öz heyvanlarıma görə, öz işimə görə həmişə normal bəslənməni götürürəm. Çünki çox yüksək səviyyədə bəslənmə etməmişəm bu vaxta qədər, edə bilməmişəm. Normal bəslənməni mən həmişə 45% ilə hesablayıram. İki çəki çəkdim dostlar. Cədvələ diqqətlə baxın. Demək 1 metr 33 santı çəkdiyim heyvanın, yəni qara heyvanın qabağında yazılıb 202. 202 bunun canlı çəkisini, canlı ağırlığını göstərir. Biz isə bunu 45%-ə vururuq. Bu da eləyir 90 kiloqram. İkinci heyvanda isə demək 1 metr 43 santı gəldi. Metre ilə bunun da canlı ağırlığı 246 eləyir. Baxırsınız, görürsünüz. Bunu da vururuq biz 45%-ə 110 kilo eləyir. Dostlar, heyvanın çəkisini metre ilə təyin edəndə elə düşünməyin ki, ölçü eyni çıxırsa çəki də eyni olacaq. Xeyr. Bu tam doğru deyil. Çünki heyvanın kök, orta və arıq olması nəticəyə ciddi təsir göstərir. Kök heyvanın bədənində yağ çox olur. Yağ toxuması həcmi daha çox tutur, çəkini artırır, heyvanı daha yumru və dolu göstərir. Eynisinə ölçüsü olsa belə, kök heyvanın bədənində çoxlu daxili yağ olur. Xüsusilə qabırğa arası boşluqlarda, buynuz altında, qarın içində, böyrək ətrafında, bel və sağrı hissəsində. Bunların hamısı ümumi çəkini artırır. Arıq heyvanda isə əzələ və yağ az olur. Arıq heyvanın qabırğaları görünür. Qarın boşluğu boş olur. Bel arxası köküktür. Bu heyvanlarda eyni ölçülər alınsa da daxildə tutum boşluğu olduğu üçün çəki daha aşağı olur. Yəni arıq heyvanı 45%-dən hesablaya bilməzsiniz. Amma kök heyvanı 45%-dən daha çox da hesablaya bilərsiniz. Dostlar, tutalım ki bazardan bir heyvan gətirmişsiniz. Atırsınız metrəni, ölçürsünüz. Bu yəni həmin çəkini göstərmir. Çünki heyvan çox ağırdır. Qabırğaları görünür. Yəni göstərdiyim bu video təxminən 5-6 ay bəslənmiş heyvanlara aiddir. Əgər siz bir ay heyvana yem verirsinizsə, bu demək deyil ki, o 45%-lə hesablamaq lazımdır.
Belə dostlar, bugün sizə heyvanın çəkisini metre ilə necə təyin etməyin, həmçinin kök və arıq heyvanlarda bu ölçülərin niyə fərqli nəticələr verdiyini ətraflı göstərdik. Bu barədə ətraflı danışdıq. Gördüyünüz kimi təkcə ölçü kifayət etmir. Heyvanın bədəninin vəziyyəti, bəslənməsi və gündəlik baxımı çəkiyə böyük təsir göstərir. Heyvan saxlamaq məsuliyyət tələb edir. Düzgün yemləmə, vaxtında baxım, təmiz su və rahat şərait həm çəkini artırır, həm də heyvanın sağlamlığını qoruyur. Siz bu qaydalara əməl etdikcə həm alverdə yanılmazsınız, həm də tövlənizdə olan heyvanlardan maksimum nəticə almış olursunuz. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videonu bəyəndinizsə kanala abunə olmağı və növbəti videoları qaçırmamaq üçün bildirişləri açmağı unutmayın. Sağ olun, sağlıqlı və bol bərəkətli heyvanlarınız olsun.